Paytaxtımızda Beynəlxalq STEM Azərbaycan Festivalı keçirilir. Bu festival artıq 5 ildir davamlı olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və STEM Azərbaycan layihəsinin təşkilatçılığı ilə baş tutur. Layihənin əsas məqsədi şagirdlərin elm, texnologiya, mühəndislik və riyaziyyat bacarıqlarını incəsənət və dizaynla birləşdirərək onlarda məntiqi təfəkkürü formalaşdırmaqdır. Bizim hazırladığımız layihə görmə əngəlli insanlar üçün sensorlu eynəkdir. Bilirik ki, görmə əngəlli insanlar ətrafı təhlil etməkdə, rahat yeriməkdə çətinlik çəkirlər. Biz də bunu rahatlaşdırmaq üçün, onların ətrafı daha rahat gəzməsini təmin etmək üçün sensorlu eynək düzəltmişik. Bizim eynəyimiz 4 metr məsafədə bir maneə olanda siqnal verməyə başlayır və maneəyə yaxınlaşdıqca siqnalların intensivliyi artır. Artıq 5 sm məsafəyə gəldikdə isə arası kəsilən siqnal kəsilməz siqnalı çevrilir. Bunun üzərində olan 9 volt batareya, açma bağlama açarı, Arduino Nano kart, bazır və ultrasonik sensordur. Ultrasonik sensor yarasalardan da bildiyimiz kimi qarşıya çox cüzi miqdarda frekanslar yollayır və frekanslar geri qayıtdıqda bilinir ki, qarşıda maneə var ya yoxdur. Bəs maşın yoldur, piyada keçididir. Bu kimi yerlərdən keçəndə necə köməklik göstərir bu eynək? İndi bizim düzəltmək istədiyimiz bir şey layihə, bunun üzərinə qoyduğumuz fərqli sensorlarla Google Maps xəritəsinə bağlanmaqdır. Həmin xəritə sayəsində getdiyi yolun addımına, hardan hara, kimin adına olan yollar hamısı qulaqcıq vasitəsilə ona deyiləcək. Bu layihəni təxminən çəkib hazır eləməyimiz 2 həftə, 2 həftə yarım çəkir. Bu dəqiqə buna 44 manatla 50 manat arası xərcimiz çıxır. İndi gələcəkdə bunu istehsal edib satmaq da təxminən fikirləşirik ki, 100 manatla 170 manat arası satış qiyməti olsa, bundan yaxşı kar da etmək olar. Bu sınaq üçün nəzərdə tutulmuş şapkanı elə mən özüm də yoxladım. Həqiqətən də qarşıda maneə olduğu anda şapkadan, ümumiyyətlə, yəni eynəkdən siqnal səsi gəlir və bu siqnal səsi vasitəsilə də siz qarşınızdakı maneədən xəbərdar olursunuz. Xüsusi dronlardır. Bunlar kənd təsərrüfatında dəqiq aqronomluq işi görür. Buna dərmanlama daxildir. Bunun üzərində gördüyünüz 2 ədəd, birində balaca çən var, bu 10 litrlik çəndir, digərində 30 litrlik çən var. Bura xüsusi dərmanlar tökülür və əsasən də traktorların və digər texnikaların girə bilmədiyi ərazilərdə bunlar yuxarıdan dərmanlama işi aparır. Bu gördüyünüz dronlarda xəritə ilə işləmə gedir. Yəni ərazinin birinci 2D və 3D xəritəsi çıxarılır. O xəritəyə əsasən hansı ərazidə nə qədər bitki var analiz olunur. Analiz olandan sonra harada nə qədər dərman lazımdır, onlar da təzən təyin olunur və həmin dərman miqdarına görə bunlar kodlaşdırılır. Onlar da avtonom olaraq həmin ərazini dərmanlayır. Burada həmin fermer 2 dəfə qazanc əldə edir. Birinci qazanc əldə edir ki, boş ərazilərin dərmanlama işləri orada aparılmadığına görə dərman ona qənaət qalır. İkinci qazancı ondan ibarət olur ki, bu daha tez dərmanlama işi aparır. Bu gördüyünüz sualtı dronumuzdur. Diplomat kateqoriyası üzrə yarışırıq. Hal-hazırda dronumuzun əsas istifadə olunma məqsədi su altında maneələri aradan qaldırmaq. Məsələn, gördüyünüz qol ilə istifadə olunur və məsələn, su altında zərər görmüş və yaxud da su altında vəziyyətdən çıxarılmayan heyvanları qoruması. Məsələn, hal-hazırda belə bir kateqoriya üzrə yarışırıq. Çısbağaların xilas olunması. Məsələn, çısbağaların üstündə bir qaya düşə bilər suyun altında. Öyle vəziyyətlərdə onları xilas edilməsi üçün istifadə olunur. Gəmilərdən petrol axıdılır, məsələn, benzin tökülmə hadisələri baş verə bilər. Gəmidən düşən benzinləri ölçə bilər, kamera göstərə bilər. Bu tip xüsusiyyətlər üçün istifadə olunur. Axtarışlar üçün istifadə olunur. Məsələn, sualtı mağaralar kəşflər arasında aparılır. Bu kəşflərdə dar yerlərə, insanlar girə bilməz yerlərə bəzən istəmsiz olaraq insanlar girib orada qala bilirlər. Kiçik olduğu üçün dronumuz həm də sürətli hərəkətə malik olduğu üçün oralar girib orada axtarışlar apara bilər. Bəzən çox dərman qəbul edən və yaşlı insanlar hansı dərman içəcəklərini və nə vaxt içəcəklərini, vaxtlarını qarışdırırlar. Biz də bu cihazı düzəldərək onların vaxtlarının qarışdırmağının qarşısını alırıq. Layihəmizdə
Hər 3 dənə konteyner var. Hər birinin özünə aid LED lampası var. Ortada buzzer var səs çıxarmaq üçün və hərəsinin özünə aid vibratoru var. Vibramator o işə yarayır ki, görmə əngəlli insanlar vibramator titreşim verdikdə hiss eləsinlər və həmən titreşim verən qutudan dərmanlarını götürə bilsinlər. Biz bu cihazı Telegramla əlaqə və əks əlaqədə qurmuşuq. Bunu qurmağımızın əsas məqsədi yaşlı insan ayrı bir yerdə olduqda biz onu qıraqdan cihazı idarə edə bilərik. Bizdə Telegramda çoxlu funksiyalarımız var. Burada işlədə biləcəyimiz bütün funksiyaları görə bilərik. Məsələn, cihaz alarm çaldıqda biz onu dayandıra bilərik və ya bir alarm dayandıqda, yəni cihazı işlədən şəxs dərmanı işlətdikdə bura bildirim gəlir. Bizim ideyamız Space Mission-dır. Bizim ideyamızın məqsədi planet səthlərini araşdırmaq, uzaq və çətin keçə bilən ərazilərdə müstəqil hərəkət və elmi biliklərin toplanmasıdır. Bizim ideyamızın texniki xüsusiyyətləri gördüyünüz kimi 6 təkərli, dayanıqlı şassi, günəş panelləri, yer qazma prosesoru və kamera, bir də bateriyadan ibarətdir. Bəs bu proyekti hazırlayanda nə qədər xərciniz çıxıb? Hardasa $170 biraz az. Bəs ideya ağlınıza necə gəldi ki, biz proyekti hazırlamalıyıq? Biz düşündük ki, bəzi kosmonavtların Marsa gedib, yəni geri qayıtması çətin işdir. Marsda da hava yoxdur, maksimum 2-3 gün qala bilərlər və fikirləşdik ki, Marsa getmək, orada yaşayış tapmaq hamı üçün bir maraqlı faktdır. Dedik ki, bunu biz kəşfiyyat xarakteri bir robot düzəltib bu məsələni həll eləyək.